Hər kəsə salam. Bugün sizinlə Rövşən Alışovun kitabından proqramlaşdırma bölməsinə baxırıq və baxacağımız hissə sətirlər hissəsi olacaq. Baxaq suallara. Suallarda bizdən nə istəyir, necə? Normalda biz nədir? Separatordur, ayırıcı vasitədir və demişik ki, məsələn, 2 dənə ifadə varsa, onların arasına sepin içərisindəki dəyər verilir. Amma burada biz demişik ki, bir ifadənin içərisində işlənə bilməz. Lakin burada bir ulduz görürük. Normalda düşünərsiniz ki, sonunda plus, xeyr, bu heç vaxt ola bilməz. Çünki sep 2 dənə ifadənin arasında işləyir. Amma burada ulduz var. Ulduz ümumiyyətcə normalda bu sepsiz adden vermiş olacaqdır. Və bu sep də bu adden verilmiş hərflərin içərisinə plusları atacaq. Ona görə də düzgün cavab B variantı. Burada axırını atmır. Yalnız hərflərin ortasına atır. Keçək növbəti suala. 130-cu sual. Deyir ki, A plus B-ni tap və çap et. Okey. Bizdə sətirlərdir. Sətirlərin toplanması nədir? A bərabərdir. A sətri belədir. Balıqçı, bir dəqiqə balaca ilə yazaq. Balıqçı. Biz nə demişdik? Demişdik ki, sətirlər toplananda bitişib yazırlar. Plus tordur deyə o da bitişib belə yazılacaq. Tor. Nəticə balıqçı tor bir-birinə bitişik şəkildə çap olunacaq. Plus çap oluna bilməz. Yəni plus haçan çap olunardı? Plus belə çap olunardı. Əgər ki, bu da dırnaqda verilsəydi, hamısı dırnaqda olsaydı, o zaman və yaxud da ki, printin içərisində dırnaqda verilsəydi. Diqqətli olmaq lazımdır bu şeylərə. İndi burada başqa bir şey deyir. Nə deyir? 2-yə qədər olan yeri. Baxın, mən bunu silirəm. Bunun üzərində aparacağım. Yaxud da ki, bura üzərini indeksləyək. Başqa yenə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 2-dən o demək ki, sonuncunu götürmürdük. 0-ı və 1-i götürürdük. 0 və 1 B, A hərfləri çapa getmiş olacaq. Yəni, nöqtə 2, yəni nöqtə 3 görsək, sonuncu götürülmür. Yəni, bunu yadda saxlayırıq. İndi bura baxırıq. Görürük ki, burada belə bir C dəyərinin çapını istəyib bizdən. Belə bir cəm var. İlk öncə X-a balıqçı toru birləşdirib yazıram. Balıqçı tor birləşdirdim, yazdım. Bu dırnaqdadır. Mənə X birincini istəyir. Baxın, bunu indeksləyirəm. 0-cı element, 1-ci element, 2-ci element, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci və 9-cu. X birim nədir? A. Gəlirəm A-nı yazıram. Yəni C-də artıq A olacaq. Sonra A3-ün nədir? Gəlirəm. Balıqçı üzərində baxıram. 0, 1, yəni A-nın üzərində 1, 2, 3. I nədir? A3 nədir? I. I-nı yazdım bura. Sonra B2. 0, 1, 2. B2 nədir? Er. Aha. X6. X6 nədir? Gəlirəm, baxıram, görürəm I-dır. Deməli, düzgün nəticəmiz bu olmuş olacaq. C variantı. Keçirik növbəti suala. Növbəti sualda bunların ikisini cəmləyib uzunluğunu istəyir. Mənim ehtiyacım yoxdur cəmləməyə. Çünki bilirəm ki, cəmləyəndə bunlar yan-yana yazılacaq. Elə buradakı ilə buradakının sayını opşi eləyib cavabı tapacağım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Deməli, bizim bu cəmləməmin uzunluğu 16 olmuş olacaq. Keçək bura. Deməli, A2. A2 nədir? 0-dır, 1-dir, 2-dir. A2 E-dir. Belə yazıram. A, dırnaqda E, plus. B2 nədir? Gəlirəm 0, 1, 2, T-dir. Düzdürmü? Dırnaqda T. Bunun nəticəsi nə olur? E, T hərfləri yan-yana yapışır. Deməli, X nədir? X dırnaqda E, T-dır. Vurulsun 3. Sətirlə tam ədədin hasili mümkündür. Bunun nəticəsi nə olmuş olacaq? Et və et dırnaqda olmuş olacaq. Uzunluğunu istəyir. Bunun uzunluğu nədir? 2, 4, 6. 6 dənə simvol var. Deməkdir, düzgün cavab 6. Keçək növbəti məsələyə. Burada nə istəyir? Çox gözəl. Deməli, baxıram A2-ci elementə. A2-ci element 0, 1, 2. E-dir. B2-ci element T-dir. Bunun nəticəsi nədir? E, T. Deməli, A vurulsun. Yəni, müəllim. Müəllimi yazıram. Vurulsun. ET-nin uzunluğu nədir? 2.
Bu da nə olacaq? Bir-birinə bitişib müəllim olacaq. Düzgün cavab Y variantı. Ayrı-ayrı ola bilməz. Gəlirik bura. Yenə də A2, B2. Bu 2-dir, bu da 2-dir. Yəni dırnaqda ET olmuş olacaq. Sonra nə edirik? Gəlirik, baxırıq A, Lenix. Lenix nədir? 2. A nədir? Müəllim. Prosta bunu yazırıq. Necə yazırıq? Müəllim, yapışıq yenə də bir-birinə müəllim. Bunu indeksləyirəm. Fərqli rəngi çidirirəm. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 və 13. Fikir verin, burada 1-dən başlayır. 2 addımdan 8-ə qədər. 8 götürülmür. Proqramlaşdırmada 8 götürülmür. Birinci 1-dir. 2 addımdan gedirəm 3. 2 addımdan gedirəm 5. 2 addımdan gedirəm 7. 1, 3, 5, 7 olmalıdır burada. Birinci Ü'dür. İkinci L'dır. O birisi İ'dir. O birisi də M'dır. Deməli, Ü, L, İ və böyük M. Hanı? Düzgün cavab B variantı olmuş olacaq. Keçək bura. Eyni qaydada bu sətrin üzərində əməliyyat icra olunur. Gəlin baxaq. Buranı silək. Oy, bir dəqiqə. M, Ü. Aha, baxırıq nəyə? Bizdə, baxın, başlanğıc verib son verilməyib. Başlanğıc da verilməyib, son da verilməyib. Deməli, axıra qədər 3 addımla, başdan başlayır 3 addımla, 0-dan. Deməli, birinci 0 götürməlisən, yəni M-i götürməlisən. Bu variant getdi. 3 addımla, 0-dan sonra 3 addım nədir? 0, 3, 6, 9, 12. Ən axırda. Deməli, mənə 0 lazımdır, 3 lazımdır, 6 lazımdır, 9 lazımdır, 12 lazımdır. 0-cı element M-dir, 3-cü element L-dir, 6-cı element kiçik L'dir, 9-cu element kiçik E'dir, 12-ci element İ'dir. Bu cavab hanı? Bu cavab C variantında verilmişdir. Bir də bu suala baxaq. Bu sualda nə etmək lazımdır? Bu qalsın, bunu sizə buraxıram. Cavab variantını şərh bölməsinə qeyd edərsiniz. Görəm bu sualın cavabı nədir? Xoş izləmələr.